Aktual gündəm efirdədir. Bugün 9 maydır və 2-ci Dünya müharibəsinin başa çatması münasibətilə qələbə günü qeyd olunur. Azərbaycan xalqının, Azərbaycanın bax bu qələbənin təmin olunmasında yeri, əhəmiyyəti aydındır, dəfələrlə deyilib və dərsliklərdə də bizə keçilib. Amma dərsliklərdə də çox qısqanclıqla yazılırdı Sovet dövrü. Bütün uğurlar, bütün qələbənin Rus xalqına, Rusiyaya bağlanması və tək qalib kimi göstərilməsi cəhdləri bütün digər respublikaları, ən çox da bu savaşda xüsusi yeri olan Azərbaycanın həm iqtisadi, həm insan potensialı baxımından, həm elmi baxımdan iştirakı, bu məncə mühüm bir məsələdir və biz bunu heç vaxt unutmamalıyıq və bu qələbəni də kiminsə ayağına yazmaq kimi bir şeyimiz olmasın və biz özümüzə yad saymayaq. Çünki 600 min Azərbaycanlı iştirak edib və onun düz yarısına qədəri, hətta biraz da çox bu yolda şəhid olub. Bu bizim üçün böyük itkidir Azərbaycan xalqı üçün və Azərbaycan zəhmətkeşləri, sadə insanları, kəndliləri, fəhlələri bu illərdə, xüsusən də 41-45-ci illərdə Sovet İttifaqına hücum zamanı Almaniyanın Bakı və Azərbaycanın hər kəndi sözün əsl mənasında müfəssəl bir toplantı kimi, yığışan kimi toplanaraq cəbhə üçün müsəlləh əskərə çevrilərək xidmət ediblər. Və bu təkcə kəndlilərin, fəhlələrin bayramı deyil, veteranların bayramı deyil, bütün Azərbaycan xalqının bayramı olmuşdu və bu illər ərzində də bu davam eləməlidir. Çünki bizim dünya faşizm üzərində, nasizm üzərində qələbədə böyük yerimiz var, böyük əhəmiyyətimiz var və bu tarix yenidən baxılmalıdır, təbliğ olunmalıdır, yazılmalıdır. Azərbaycan xalqının qələbələri sırasında bax bu tarixində xüsusi yeri var. Qonaqlarımızı təqdim edeyim və biz bu günün əhəmiyyətini, həm də Azərbaycan xalqının əzmini bir daha müzakirə edəyik. Musa Qasımlı, Milli Məclis sədrinin müavini, Aydın Mirzəzadə, Milli Məclisin deputatı, Şəfa Mövsümov, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri. Xoş gördük. Hər üçünüz üçün də bir xüsusi gündür. Çünki ailənizdə kimsə mütləq olubdur. Qohumlarınızın ilə hamımızın demək olar. Elə bir Azərbaycan, 600 min böyük bir rəqəmdir. Və təkcə bu hələ Azərbaycan Respublikasının ərazisindən gedən Azərbaycan SSR-də yaşayanların sayıdır. Amma eyni zamanda Gürcüstandan da, Ermənistanda da yaşayan Azərbaycanlılar o müharibədə iştirak ediblər və bütövlükdə Azərbaycan bir faktor, bir amili olubdur. Musa müəllim, bu məsələnin həm də tarixi beynəlxalq münasibətlər sistemində, həm tarixi insanlıq sistemində yeri aydındır. Yəni, bu müharibə bəşəriyyət üçün çox ağır bir hadisədir. Azərbaycanın, o vaxt müstəqil olmayan, parçalanmış bir Azərbaycanın, SSR-in tərkibində olan Azərbaycanın bu müharibədə xüsusi yeri olubdur və bu yeri mən elə gəlir ki, siz məhz bu istiqamətdən də bizim üçün məlumatlandıra bilərsiniz. Çünki həm də sizin araşdırma mövzunuz və çox geniş araşdırdığınız bir sahə olubdur. Buyurun. Dəvət üçün təşəkkür edirəm. Doğrudan da bu faşizm üzərində qələbə qazanan insanların, onların nəsillərinin bayramıdır. Bu qələbə haqq ədalətin qələbəsidir və bizim millətimiz çox doğru dedi, siz tariximizin yaxşı bilicisiniz. O dövrdə müttəfiq respublikalardan biri kimi anti-Hitlerçi koalisiyada iştirak edən dövlətin tərkibində faşist Almaniyası üzərində qələbə qazanılmasında müstəsna rol oynayıb. Bunun başlıca istiqamətləri nələrdən ibarət olub? O qədər gözəl vurğuladınız ki, Gürcüstanda və Ermənistanda yaşayan Azərbaycanlılar da gediblər. Müharibə başlamamışdan bir neçə gün sonra bir statistika var. Azərbaycanın əhalisi nə qədər olub? Təxminən 3 milyon nəfərdən çoxdur. Və bizdən müharibə bütövlükdə səfərbərlik olunub 600 min nəfər. Təxminən. 5də biri. Və baxın, görün nə qədər dəqiq dediniz. Onun da təxminən yarısı həlak olub. Bu, bizim müharibədə verdiyimiz böyük itkidir. Bu anti-Hitlerçi koalisiyanın üzvü olan
Amerika Birləşmiş Ştatlarının 2-ci Dünya müharibəsində verdiyi itkidən çoxdur. Biri budur. Yəni bizim millətimiz sadəcə əsas istiqamətləri söyləyir, sonra yoldaşlarımız davam eləyərlər, tamamlayarlar. Biri ondan ibarətdir ki, bizim xalqımız ön cəbhədə faşizmə qarşı mübarizə aparıb, millətimizin nümayəndələri bugünkü Rusiya, Ukrayna, Belarusiya, Baltikan ölkələr, Polşa, Çexiya, Slovakiya, Rumıniya, Yugoslaviya, Balkan ölkələri və Fransa azad olunması uğrunda qanlarını töküblər. Yəni tam açıq söhbət eləyirik bu, çünki burada söhbət sırf elmi bir söhbətdir. Onların nümayəndələrinin belə deyək, xüsusən Avropa heç birinin nümayəndələrinin qanı Azərbaycan uğrunda tökülməyir. Heç vaxt. Bu Azərbaycan xalqının böyük bir üstünlüyüdür. İkincisi, Azərbaycanlılar arxa cəbhədə müstəsna xidmət göstəriblər. Çünki arxa cəbhə olmasa, ön cəbhə bir şey eləyə bilməz. Arxa cəbhədə nə olub? Azərbaycanda təxminən 130 silah sursat istehsal olunub. Məsələn, məşhur Katyuşa, buraxan zavod, indiki Koroğlu metrosunun, Bakı metrosunun Koroğlu stansiyasının yaxınlığında yerləşir. Sonradan o ərazilər hamısı sökülüb. Bundan başqa Azərbaycan neftçiləri təxminən Azərbaycan neftinin 80% ilə təyyarələr uçub. Azərbaycan ərzaqla, geyimlə ordunu təchiz edib. Azərbaycanda hərbi hospitallar olub. Təxminən rəqəmlər müxtəlifdir. 9 mindən yuxarı, 1 milyon, 1 milyondan yuxarı da yazılır. Azərbaycanlı həkimlər buna canlarını veriblər. Üzr istəyirəm Musa müəllim, hətta bugün də şəhərimizin mərkəzində bir çox binaların qarşısında biz o lövhəni görə bilərik ki, müharibə illərində təxliyə hospitalı burada yerləşib. Azərbaycanda müharibə dövründə qətiyyən aclıq olmayıb. Azərbaycan bu çox vacib bir şeydir. Ən başlıca məsələ, ardıcıl gəlirəm, tezis kimi deyirəm, sonra xırdalığı ilə təhlil edərik. Azərbaycanlılar partizan hərəkatında, antifaşist müqavimət hərəkatında, məsələn, Fransada iştirak ediblər. Charles de Gaulle Fransa müqavimət hərəkatının rəhbəri idi, sonra 4-cü Respublika, sonra müvəqqəti hökumət, sonra 5-ci Respublikanın əsasını qoydu. Onunla çiyin-çiyin Azərbaycanlılar olurlar. Məsələ. Bir neçə xüsusi vurğulayıb bununla dayanır. Buyurun Musa müəllim, buyurun. O nədir? Ölkə müharibə aparır. Ölkənin xaricə çıxışı hardandır? O dövrdə SSR-nin xaricə bir dənə çıxışı olub, bir qapısı olub, Azərbaycan olub. Bir beynəlxalq hava xətti işləyib. Moskva, Bakı, Tehran. Moskvaya gedən bütün nümayəndə heyətləri Bakıdan keçiblər və xaricə gedən bütün o dövrün Sovet nümayəndə heyətləri Bakıdan keçiblər. Məsələn, Stalin Tehran konferansına gedəndə Bakıdan gəldi. Onun tərcüməçisi var, Bereşkovun. Bakı ilə bağlı çox gözəl xatirələri var, diplomatik deməli səhifələrlə bağlı. Azərbaycan Bakı SSR-nin nəfəsliyi rolunu oynayıb. İndiki dövrdə biz bu şimalda baş verən hadisələrlə müqayisə eləsək, görün, Azərbaycan nə qədər müstəsna əhəmiyyət rol oynayan bir ölkə olub. Bundan başqa, Azərbaycan xalqı Yəhudi dostlarımızın, qardaş qədər bizə yaxın olan Yəhudi dostlarımızın xilas edilməsində müstəsna rol oynayıblar. Bununla bağlı onlarla materiallar var. Azərbaycanlılar əsirlikdə ola-ola Almaniyanın daxilindən zərbələr indiriblər. Məsələn, Polşa yaxınlığında Rodom hərbi aerodromunu onlar tikintisini yubatdılar. Misallar deyirəm. Strateji bir aerodrom idi o. Təxminən bir neçə min, 2500 belə arxivlərdə müxtəlif rəqəmlərdir. Atı xəstə adı ilə sıradan çıxartdılar. Neçə min Yəhudini və Azərbaycanlını xəstə adı ilə döyüş meydanından çıxartdılar. Neçə dənə topu, tankı, hərbi texnikanın təmirini yubatdılar. Bu Almaniyanın içindən vurulan bir zərbə idi. Baxın, burada bir məsələni də sizə söyləyeyim. Azərbaycanlıları
bu Yəhudi hesab eləyərək güllələyirdilər. Çünki fərq məlum məsələlərə görə yox idi. Sonra Almanlar, faşistlər bunu biləndən sonra başladılar ayırt eləyəndə bu dəfə Yəhudiləri güllələməyə başlayanda Azərbaycanlılar onun yolunu tapdılar. Kəlmə-i şəhadəti Yəhudilərə öyrətdilər. Özdə məsələn konkret rəqəm var. Bir Azərbaycan dəstəsində 30 Yəhudi var idi Azərbaycandan gedən. Azərbaycanlılar onu qorudular. Ona görə Almaniyanın, faşist Almaniyasının törətdiyi holokost eyni zamanda Azərbaycan xalqına qarşıdır və onun az olmasında bilirsiniz 6 milyondan yuxarı Yəhudini öldürüblər. Dəhşətli rəqəmdir. Onun az olmasının bir səbəbi də bizim Azərbaycanlıların Yəhudiləri qoruması olub. Müharibənin çoxlu tərəfləri var və çox gözəl olar ki, siz də əla dediniz, biz bugünkü dövrlə də onu müqayisə eləyək. Yəni, erməni faşizmi, erməni nasizmi. Sözsüz. Mən elə o məsələyə gələcəm. Çox gözəl bir məqama toxundunuz. Azərbaycan xalqının Almaniya daxilində apardığı mübarizə və burada çox incə məqamlar var və buna tarixçilərimiz məncə tutarlı cavab veriblər və verməkdə də davam edəcəklər. Amma cavab bir yana qalsın. Bircə şey deyim ki, Yəhudilər bu məsələni unutmadılar və elə bu yaxınlarda da, elə Avropa parlamentində də uca bir tribunada bu səsləndi. Azərbaycan xalqının Yəhudilərə olan münasibəti və 41-45-ci il müharibəsi dövründə əslində 39-45-də Azərbaycan 41-də iştirak elədi və o dövrdə Azərbaycan xalqının göstərdiyi şücaəti eyni zamanda Yəhudi xalqının olan münasibəti səsləndirdilər. Amma nə Fransası, nə digər ölkələri bizim etdiklərimizi yadda saxlamadılar. Bir çox hallarda heç onlar üçün bu fakt düzdür. Müəyyən yerlərdə, indi Charles de Gaulle kimi siyasətçi də yoxdur ki, xatırlasın hər şeyi, yaxşını pisdən seçə bilsin ki, Moskvaya gələndə tələb eləsin ki, mən Əhmədiyyə Cəbrailovla görüşmək istəyirəm. Və əlbəttə ki, Yugoslaviyada da Tito kimin bir şəxsiyyət yoxdur, incə o dövlət də yoxdur ki, Mehdi Hüseynzadənin yəni xatirəsini əbədiləşdirsin və s. Amma Azərbaycan dövləti bu məsələdə bütün vaxtlarda, istər Sovet dövrü, istərsə də bugün, elə bugün Azərbaycan yəni qəhrəmanlıq tarixində xüsusi bir yeri olan Həz Aslanovun məzarının ziyarət olunması, Azərbaycan prezidenti və birinci xanımı tərəfindən ehtiramla ziyarət olunması həm də onun işarəsi ki, bizim qəhrəmanlıq simvolumuzda var. Əslində Bakı qəhrəman şəhər olmalı idi, amma Sovet dövrü bu qısqanclığı da elədilər bizə, bu adı da ala bilmədi, amma qəhrəman kimin Bakı vuruşdu. Mən o məsələyə, həmən dediyiniz erməni faşizm məsələsinə ayrıca toxunmaq istəyirəm. Amma icazə verirsə Aydın müəllimdən mən bir məsələni soruşum. Musa müəllim məsələnin beynəlxalq və tarixi əhəmiyyətinə baxdı. Amma o 300 min ölən, 600 min iştirak edən, onun neçəsi yaralı gəldi, neçəsi tutaq ki, əsirlik adı ilə sürgün olundu, həyatları məhv oldu. Yəni, bu çox böyük rəqəmlərdir. Bir 3 milyonluq xalq üçün, o dövrdə 3 milyon idi, böyük bir rəqəmlərdir. Və bu hər bir ailəyə təsir elədi. Nələri siz eşitmişdiniz ailənizdən? O müharibənin o 4 ili, biz indi deyirik ki, 30 il biz Qarabağ müharibəsinin yaşamış insanlarıq da 4 il, amma bu 4 il doğrudan da dəhşətli olmuşdu və bunu da unutmaq olmaz. Nələri siz görmüşdünüz? Həm buradan başlayaraq müharibənin dəhşətlərinin dəyər verməyinizi xahiş edəcəm. İlk növdə hər bir kəsi faşizmlər qələbənin 80 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm. Bu bir xalqın, bir dövlətin yubileyi deyil. Bu bəşəriyyətin, insanlığın əleyhinə olan bir ideologiya və bir hərəkətin faşizm üzərində qələbəsi idi. Və bu qələbəyə hər bir xalq öz töhfəsini verib, Azərbaycan xalqı isə 600 min döyüşəni ilə və 300 min həlak olanı ilə. Və 600 min rəqəmin üzərində bir balaca dayanmaq istəyirəm. 3 milyon əhalimiz var idi. Bunun yarısı yox, bunun 2 milyon uşağı idi. O dövrdə ailələrdə adətən minimum 4-5 uşaq var idi. 1 milyon 18 yaşından yuxarı insan var idi. Və bu 1 milyon 600 mini çağırılan təsəvvür edirsiniz, faktiki olaraq bütün yaşlı nəsil çağırılmışdı. Və əgər müharibə 45-də yox, 48-də, 50-ci ildə bitsəydi, təsəvvür edirsinizmi? Biz artıq faktiki olaraq bir xalq kimi Azərbaycan SSR ərazisində bir məhv ola bilər. Bunu da bir nəzərə alaq. Və bir statistik rəqəmi deyim ki, hər 100 min nəfər əhaliyə düşən əskər çağırışına və həlak olanlara görə biz SSR xalqları içərisində Belaruslardan sonra ikinciyik. Halbuki onların ərazisində olub müharibə, bizim ərazimizdə olmayıb, biz sadəcə iştirak eləmişik. Və bu rəqəmi nədənsə bugün bir çox aparıcı tarixçilər
o cümlədən qonşu dövlətlərdən nədənsə bu rəqəmi səsləndirmək istəmirlər. Bəli, Böyük Vətən müharibəsi ilə bağlı hər bir Azərbaycan ailəsində söhbət gedir. Bu birbaşa hər ailəyə toxunub. Bəli. Hər ailəyə toxunub. Düzdür, mənim babam getməyib, çünki onun bronu var idi. O təsərrüfatla məşğul, atamın yaşı az idi. Ancaq bununla belə nənəmin dayısı Məhəmməd baba 1941-ci ildə yeni evlənmişdi. Sonradan onun övladı oldu və o xəbər olmadı ki, övladı oldu. 41-ci ildə itkin düşdü. Sonra yaxın qohumlarımızdan ata tərəfdən xeyli adam, anam tərəfdən xeyli adam itkin düşdü. Və Musa müəllim çox maraqlı bir tezis irəli sürdü. Təşəkkür edirəm. Dedi 41-45-də Azərbaycanda aclıq olmayıbdı. Bu çox maraqlı bir məsələdir. Çünki o dövrdə Azərbaycanın yaşlı əhalisi nəinki, hətta uşaqları belə təsərrüfatda işləyirdilər. Tək Azərbaycanlı deyil, eyni zamanda cəbhəni də ərzaqla təmin edirdilər. Bunun özü bir qəhrəmanlıqdır. Çox böyük qəhrəman. Çünki biz Ukraynanın, Rusiyanın, Belarusiyanın aclıq, hətta adi kartofun üzərində savaş getdiyini, hələ mən Qazaxstana qədər, yəni Qazaxstan da bərəkətli torpaqdır da. Məsələn, mənim nənəm, ata nənəm 1945-ci ildə arxa cəbhədə fədakarlığa görə medalla təltif edilmişdi. Kolxozda işinə görə. Yəni bu söhbət hər ailədə gedirdi. Hər ailə müharibənin olduğunu, tezliklə qurtarmağın vacibliyini və s. və s. Və mən deyərdim, müharibənin əksəriyyəti, müharibədən sonra öz əksini tapdı. Nədə? Bakıda və Respublikanın müəyyən yerlərində, əsasən də Mingəçevirdə su elektrik stansiya tikintisində Alman əsirlərdən çox sayda istifadə edirdilər. Onların əksəriyyəti Mingəçevir su elektrik stansiya tikintisində idi. Və mən Mingəçevirdə anadan yaşadığıma görə şəhərdə olan söhbətləri mən deyirəm. Alman əsirləri vaxtaşırı gəlib kiminsə qapısını döyüb yemək istəyirdilər. Çünki onlara verirlər. Baxmayaraq ki, bu əskər ola bilsin ki, əri, qardaşı, babası müharibədə həlak olanda gülləni atmışdı. Alman əsirlərini heç vaxt yeməksiz geri qaytarmırdılar. Və Mingəçevirin kənarında Alman qəbristanlığı deyilən bir məzarlıq var. O həmişə diqqətdə saxlanılıb və 54-cü ildə Alman əsirlərinin böyük bir hissəsi geri qayıdıb, bir hissəsi dünyasını dəyişəndə orada dəfn olub. 90-cı illərdə çox sayda Mingəçevirdə işləmiş Alman əsirlərinin övladları Mingəçevirə gəlib atalarının, yaxınlarının, babalarının qəbirlərini ziyarət etdilər və onlar həmin qəbristanlığın nə qədər səliqə ilə saxlandığını bilir. Bu Azərbaycan xalqının hesab edirəm ki, milliyyətindən asılı olan münasibət. Hətta həmin əsirlərdən biri Andersen deyilən o Almaniya ordusunda vuruşmalı, amma İsveçlidir. O Mingəçevirdə qaldı, sonra da Mingəçevir teatrının baş rəssamı kimi işlədi. Mən sizə deyim ki, İkinci Dünya müharibəsi. Üzr istəyirəm, bir məqama deyim. Sizin danışdıqca mənim yadıma Azərbaycan ədəbiyyatının 50-ci ildən başlayaraq nəsri, düz 80-ci, 90-cı illərə qədər, yəni bu hadisələr başlayana qədər Azərbaycan nəsrində elə bir yer yoxdur ki, orada müharibənin dəhşətini görməyək. Mən bir-bir yazıçıların adlarını çəkmək istəmirəm. O qədər böyük bir şırım kimi keçib Azərbaycan xalqının taleyindən ki, hər bir ailəyə toxunur ki, elə bir əsər götürə bilmərik ki, orada müharibənin izi olmasın. İstəyir o əsər sevgi mövzusunda olsun, istər tarix mövzusunda olsun. Çünki böyük bir taledən keçibdir. Böyük şairimiz Səməd Vurğunun çörək bol olarsa basılmaz vətən ifadəsi təkcə 41-45 deyil. Ümumiyyətlə, mən deyərdim ki, bir tezis kimi hələ də bizim beyinlərimiz. Buyurun, davam edin. Bir məqamı qeyd etmək istəyirəm. Sadəcə yadıma düşdü deyə deyim ki, faşizm və İkinci Dünya müharibəsi olmaya bilərdi. Əgər həmin dövrdə böyük dövlətlər faşizm təzə yarananda onu beşikdəcə boğsaydılar. Həlalver eləyirdilər böyük dövlətlər. Və bu yaxınlarda böyük bir material oxudum. Siz demə, Hitlerin rəhbərliyi dövründə Alman silahlı qüvvələrində buna qarşı çox ciddi hərbi müxalifət var imiş. Hətta 38-ci ildə onu öldürüb hakimiyyətə götürmək istəyirdilər. Böyük Britaniya ilə danışıqlar aparılırdı. Razılıq verilmişdi. Amma onlar hazırlıq görəndə məlum oldu ki, Böyük Britaniya Hitlerlə müqavilə bağladılar.
Chamberlain idi o vaxt baş nazir. O vaxt Ernest Telman da əslində üsyan qaldırıb nələrsə eləmək istəyirdi. Orada da Moskvanın rolu var idi. O Ona görə mənə elə gəlir ki, birbaşa hərbi müxalifət var idi. Onlar belə hesab edirlər ki, Qərb dünyası hesab edir ki, bu Sovet İttifaqına qarşı bir əks qüvvədir. Onlar bunları toqquşduraraq Sovet İttifaqını məhv etmək istəyirlər. Hər ikisini zəiflətmək istəyirdilər. Amma Mənə elə gəlir. Məsələ ona gəlib çıxdı ki, bu sonra bəşəriyyət üçün böyük problemə çevrildi. Düzdür, sonradan artıq bir birlik yarandı. Sovet İttifaqı ilə Böyük Britaniya və Amerika Birləşmiş Ştatları arasında və bəşəriyyət başa düşdü ki, faşizm təkcə bir xalqın ideologiyası deyil, faşizm təkcə bir dövlətə qarşı deyil. Bunu kökündə məhv etmək lazımdır. Sözsüz, Aydın müəllim, haqlısınız. Amma tarixə bugünkü gözlə, nəzərlə baxanda düz deyirsiniz, natsizm də olmaya bilərdi, faşizm də olmaya bilərdi. Amma odu körükləyənlər var idi, siyasi oyunbaz. Və bugün də eyni proses gedir Avropada. Yenə sağçıların güclənməsi, ultramillətçilərin güclənməsi yeni bir təhlükənin olacağından xəbər verir. Və bunun üzərində siyasi oyunu qurub, siyasi alver eləyənlər bu müharibədə ən çox qazananlar oldu. Biz bunu yaxşı bilirik. İqtisadi cəhətdən elə həmin o Lend-Liz layihəsi ilə çoxsu Bakıdan keçdi. Böyük əksəriyyəti siz demişkən yol buradan idi. Azərbaycanın üzərindən daşındı. Doğrudur, SSR-ni xilas elədi Lend-Liz. Amma eyni zamanda bu Amerika iqtisadiyyatını qaldırdı. Eyni zamanda bir çox başqa məsələlərdə də. Yəni ona görə də bir təəssüflə deməliyik ki, insanları, taleləri yox, məhz öz ciblərini düşünən Qərb bugün də o siyasəti çox təəssüf ki, yeridir və bu anti-insan münasibətlərini davam elətdirir. Mən icazə verirsə, Şəfa müəllimdən bir şeyləri də soruşum. Azərbaycan xalqının həmişə müharibədəki izini silmək üçün hər şey ediblər. Bayaq söylənildi, Həzi Aslanovun və yaxud da Mehdi Hüseynzadənin və yaxud da İsrafil Məmmədovun və bu siyahını uzada bilərik. Ən azı 130-a yaxın bizim Sovet İttifaqı qəhrəmanımız var. Onların qəhrəmanlığını ikinci plana salmaq üçün hər şey edirdilər. Amma bilmirəm müharibədə onun hansı rolu olubdu. Məncə heç bir rolu olmayıbdı. Berlini talamaqdan başqa və talançılığın başında durmaqdan başqa Baqramyanın az qala monumentini qoymuşdular sağlığında və qoymuşdular da. Üstəlik Marshall nə eləmişdi, haranı fəth eləmişdi, Marshall almışdı, heç kim bilmirdi. Ən-önəmli olaraq erməni xisləti və həmən o Marshall, Baqramyan Sovet dövrünün ən yaxşı illərində öz qisasçılıq əməllərini davam elətdirib Azərbaycanlara qarşı təxribatları ilə seçilirdi. Amma onu Marshall kimi təqdim edirlər. Azərbaycanların hətta Həzi Aslanovun aldığı Sovet İttifaqı qəhrəmanını verməmişlər ikincisini. Mənim yadımdadır, o bizim universitetin müəllimi Musa müəllim Bağırov, onun axtarışları arxivdə işi üzərində tapıldı ki, bu var və 89-cu ildə 90-cı ildə Qarbaçov bir də sərəncam fərman verdi ki, o verilsin. Yəni, bu qədər haqqımız yeyilmişdi. Biz indi bu haqqı ən azından deməliyik və çatdırmalıyıq. Mən bilirsiniz, heç cür barışa bilmərəm ki, biz ikinci planda qalaq. Bu qədər qurbanımız olurlar. Azərbaycan nefti, Musa müəllim də söylədi, Aydın müəllim də söylədi, təkcə neftin 70%-ni biz vermişik. Benzinin 80%-ni biz vermişik. Motor yağları, yəni bizim yağ olmasaydı, tanklar hansı yağla gedəcəkdi? 90%-i. Lend-Liz Azərbaycanın üzərindən keçib. Molotov kokteylinin tərkibini Yusif Məmmədəliyevin hazırladığı maddə və bu siyah uzanacaqdır. Amma həmən dövrdə Ermənistanda heç nə eləmirdilər. Hələ Nıjde və onun dəstəsi nələr hazırlayırdı. Amma bugün elə məlum olur ki, müharibəni bir ruslar, bir də ermənilər. Xüsusən də bugün yenə oradaydılar, böyük-böyüdə durmuşdular. Elə bilə onlar xilas edib, biz olmamışıq. Çox sağ olun dəvətiniz üçün. İcazə verin, mən də 9 may faşizm üzərində qələbə günü münasibətilə bütün xalqımızı təbrik edim. Həmçinin bu amansız müharibədə 300 mindən çox həyatını itirmiş həmvətənlərimizin doğmalarına başsağlığı verirəm. 1941-1945-ci illər müharibəsi kimi də tarixin şünaslığımızda özünə yer tapmış və Sovet dövründə Stalin ideologiyasına uyğun olaraq Böyük Vətən müharibəsi adlandırılmış bu müharibə bütövlükdə götürülükdə ümumbəşəri bir hadisədir. Hətta üzr istəyirəm, Musa müəllim mənim sözümü təsdiqləyər. Stalin müharibədən elə bir il sonra bu qələbə gününə də qısqanclıqla yanaşdı. Mən bu yaxınlarda öyrənmişim ki, 65-ci ilə qədər bugünkü gün bayram kimi qeyd olunmurmuş. Yalnız Brejnev özü müharibədə iştirak elədiyi üçün bu bayramı, yəni bu günü bayram kimi elan edildi və parada və s. çevirdi. Çox qəribə bir qısqanclıqlar olub o dövrdə də. Buyurun. Ümumiyyətlə, bu müharibə haqqında fikir bildirmək üçün biz ilk növbədə müharibə dövrünün tarixinin tarixşünaslığına nəzər salmaq istəyirik və bunu da tarixşünaslığına nəzər saldıqda görürük ki,
Stalinin ölümünə qədər demək olar ki, müharibə qəhrəmanları haqqında o qədər də ciddi bir əsərlər yazılmamışdır. Hətta Azərbaycan Sovet tarixşünaslığında da çap olan əsərlərə baxdıqda yalnız kiçik həcmli, təbliğat xarakterli və elmi publisistik janrda yazılıbdır bu əsərlər və Azərbaycan Sovet dövr tarixşünaslığında 1970-ci illərdən sonra müharibə tarixinin araşdırılmasında bir geniş sahə görünür və bu da sözsüz ki, o dövrlərdə Azərbaycanda hakimiyyətdə olmuş Heydər Əliyevin dövrünə düşür. Ayrıca onu qeyd etmək lazımdır ki, 1975-ci ildə Azərbaycan Sovet İttifaqı qəhrəmanlarının hər birinə aid kiçik də olsa kitabçalar broşurlar, bəli. Bəli, və hətta həmin dövrdən başlayaraq artıq və bir də qeyd etmək lazımdır ki, Heydər Əliyevin dövründə 41-45-ci illər müharibəsi iştirakçılarının belə deyək, tarixi hüququnun bərpasına bağlı işlər görülübdür. Mehdi Hüseynzadəyə Sovet İttifaqı qəhrəmanı adının verilməsidir, heykəlin ucaldılmasıdır, Zorgenin o abidə kompleksinin açılmasıdır. Yəni, çox gözəl bir abidə idi o. 416-cı Taqanaq diviziyasının qoyulması Sevastopol bu siyahını uzatmaq olar və həmçinin Qafqazın işğaldan azad edilməsi ilə bağlı Heydər Əliyev çox təntənəli bir çıxış etmişdir. O çıxış da bizim tarixşünaslığımızda var və orada göstərir ki, Azərbaycan xalqı Qafqazın müdafiəsində və həmçinin Qafqazda Hitler ordusunun qarşısının alınmasında ən ön sırada duran xalqlardan biridir. Sovet tarixşünaslığında qırmızı xətlə keçirir ki, Hitler ordusunun əsas məqsədi Moskva, Leningrad kimi şəhərləri almaq idi. Amma biz faktlara baxdıqda görürük ki, Qafqazın ələ keçirilməsi daha çox Hitlerçilərin planındaydılar. Çünki Bakı, Qrozno və Maykovun neft mədənlərini ələ keçirmək, Xəzər dənizini üzərində Hitlerin hərbi donanması və oradan da Transxəzər vasitəsilə birbaşa Hindistan, Orta Asiya. Və bu işğal planları demək olar ki, Sovet tarixşünaslığının əsərlərinin kənarda qalır. Bütün diqqət yalnız Leningradın blokadası, Moskva ətrafında müdafiə, Kursk qövsündə döyüş və bir də Stalingrad ətrafında döyüşlər daha çox yazılır və maraqlıdır ki, o döyüşlərin də tarixşünaslığı verilərkən Azərbaycan xalqının igidliyinə toxunulmur. Qeyd etmək lazım ki, Moskva ətrafında Azərbaycanlıların xüsusi, nəinki Azərbaycanlıların, türk dilli xalqların xüsusilə bildiyimiz kimi həmin dövr qış aylarına düşdüyünə görə Alman ordusu da əziyyət çəkirdi və Sibirdə olan xüsusi necə deyərlər, ovçulardan hazırlanmış xüsusi briqadaların Moskva müdafiəsində iştirakı verilməmişdir. Leningradın blokadası zamanı orada olan Azərbaycanlıların, məsələn, Sovet İttifaqı qəhrəmanı Hüseyn Bala Əliyev kimi təyyarəçilərin, Adil Quliyev kimi təyyarəçilərin igidlikləri demək olar ki, Rus Sovet tarixşünaslığında çox verilmir. Hətta İkinci də verilmir. Bəli, ikinci də verilmir. Yəni, heç də geri qalmır. Geri qalmır. Ümumiyyətlə, Rusiya tarixi, o bir məşhur məsələ var, Pyotra qədər nağıl idi, Pyotrdan sonra nə idi? Mənə elə gəlir ki, Rusiya tarixi ümumiyyətlə həmişə yalnız şovinizm üzərində qurulubdur və mərkəzçi Rusiya bir ideologiyası üzərində qurulubdur və onlar sanki yəni həmişə, bugün də eyni münasibət tatarlara var, başqırtlara var, çobaşlara var, yəni dəyişməyiblər, davam edir. Çox hörmətli alimlərimiz Aydın müəllim və Musa müəllim bu müharibə dövründən bağlı əsas tezisləri dediklərinə görə mən əlavə bir şey deyə bilmirəm, amma xüsusi olaraq qayıtmaq istəyirəm ki, bu Stalingrad ətrafında döyüşlərə 1943-cü ilin yanvar ayında məhz Stalingrad ətrafında əldə edilmiş qələbədə ikinci cəbhənin açılmasına və Hitler ordusunun məğlub edilməzlik mifini darmadağın etdi və həmin döyüşlərdə Azərbaycanlı hərbi kəşfiyyatçı Həmzə Sadıqov və onun Azərbaycanlı ekipajı Hitlerin sevimli feldmarşalı Karl von Rodenburgu əsir almaqla 113 yəhudi uşağı xilas etdi və eyni zamanda məxfi sənədlər ələ keçirdi ki, bu məxfi sənədlər əsasında Sovet ordusunun əks-hücum əməliyyatı baş tutdu və beləliklə Stalingrad ətrafında böyük bir Hitler ordusu təslim oldu və məhz bu isə Hitlerin və belə deyək də Reichskanslerin çox böyük qəzəbinə səbəb olmuşdu. Bax, bu kimi faktlar Sovet tarixşünaslığında gizlədilibdir. Demək olar ki, son dövr tədqiqatçılarında bunlar yer tapırlar. Ümumiyyətlə, Azərbaycanlıları igidlikləri... Düz deyirsiniz. Və bir epizod mən deyim icazənizlə Musa müəllim. Çünki ədəbiyyatın, kinonun çox böyük təsiri var, emosional təsiri var. Bunu hamınız məndən yaxşı bilirsiniz. Son illərdə, son 25 ildə Rusiyada birmənalı şəkildə bu dövrə əhatə edən müxtəlif filmlər və seriallar yenə də çəkilir, davam elətdirir. Bütün seriallarda mütləq bir erməni olmalıdır, amma bir Azərbaycanlıya rast gəlməzsin. Bu qədər bizim fəaliyyətimiz ola. Hətta Reichstagın üzərində bayrağı taxanlardan bir Azərbaycanlı ola.
bunu olmaz. Çünki Stalin Gürcüdür, ora Gürcü lazımdır deyib kimi sonra dırmaşdırıb şəklini çəkdirlər o Gürcünün. Bir şeyi unutdular ki, o Gürcü sən deməyəcək, ora vuruşmağa da getmir, oğurluğa gedibmiş. Özdə ölü zabitin qolundan saatı götürüb birini bura bağlayıb, birini bura bağlayıb. Birinci dəfə o şəkil çap olunanda 2 dənə qolunun ikisində də saat var imiş. Sonradan onu siliblər ki, ayıbdır. Yəni tarixi saxtalaşdırmaq üçün, Azərbaycan xalqının rolunu azaltmaq üçün hər şey ediblər. Amma burada Musa müəllim bir məsələni də istəyirəm mütləq toxunaq və siz bu məsələni çox yaxşı bilirsiniz ki, Təbrizin də əslində burada böyük rolu olubdur və İran dövləti o dövrdə çox ciddi şəkildə faşizmə kömək edə bilərdi, Hitlerə kömək edə bilərdi. Əgər Sovet dövlətinin təbii ki, təzyiqi var idi, amma Azərbaycan xalqının, xüsusən də Güney Azərbaycanda yaşayan Azərbaycanlıların mübarizəsi və şahın onlardan qorxusu olmasaydı. Bu çox böyük bir təpki oldu və o illərdə ümumiyyətlə Güney Azərbaycanda da siyasi fəaliyyət, eyni zamanda faşizmə qarşı mübarizədə bir həmrəylik var idi. Onlar da Fars rejiminə yaxın daxı faşizm ideyası elə həmişə yaxın olubdu. Çox doğma daxı notlar. Ona görə o Ariç məsələsində ümumiyyətlə onlar bihuş olmuşdular. Amma bu məsələnin ermənilərə niyə belə doğma olduğu mənim üçün maraqlıdır və Nıjdenin orada pənah tapıb da öz ideyalarını çiçəkləndirilməsi və buna da rəvac verilməsi, bizim əlimizdə kifayət qədər sənədlər var bunu deməyə. Hər halda heykəli ermənilər qoyub, bir dənə İrəvanın mərkəzində 6 metrlik, birini Azərbaycan ərazisində qoymuşlar, birini Qafanda qoyublar, birini də mən hardasa yer tapıb yenə qoyublar. Yaxşı, anladıq da, indi o dövrdə tutaq ki, Nıjde qisas almaq istəyirdi və istənilən qüvvədən istifadə eləmək istəyirdi. Bugün humanist, mən dırnaq içində deyirəm, demokrat, bəşəri ideyalara xidmət edən erməni hakimiyyəti, istəyir Sarkisyan olsun, istəyir Koçaryan olsun, istəyir Ter-Petrosyan, bilir ki, demokrat deyirdi özünə. Və nəhayət bu Paşinyan, bunlar anlamırlar faşizm nədir, yoxsa elə bunlar da ondandır. O qədər maraqlı bir proqramdır, söhbətdir. Buyurun Musa. Çox incə məsələlərə toxunursunuz. Bu tarixdə hər şey olduğu kimidir, onun şərhi müxtəlifdir. Bəli. Hərə öz istədiyi kimi şərhləyir. Və o da ictimai, tarixi, biliyi fərqli bir yerə yönləndirir. Baxın, Nıjde və erməni digər dırnaqarası xadimlər, bunlar bəlli terror məktəbi keçiblər, Bolqarıstanda olublar, faşistlərlə əməkdaşlıq eləyiblər və özə bilirsiniz ki, mən qətiyyən sadəcə söz kimi söyləmirəm, söhbət sırf sənəddən gedir. Bunlar faşistlərlə əməkdaşlıq eləyiblər, Yahudilərin holokostunda ermənilər iştirak eləyiblər. Bugün Ermənistan paytaxtında dediyiniz Droya qoyulan, Nıjdeyə. Üzr istəyirəm, Nıjdeyə qoyulan heykəlin 6 metrlik. Bəli. O nədir? Onun müraciətləri var. Bəli. O müraciətlərdə nə deyilir? Rusları və digər Slavyan xalqlarını məhv etmək, öldürmək. Siz heç bir Azərbaycanlı əsirdə və digərlərində bunu görməzsiniz. Çünki bu bizim millətin etnopsixologiyasında yoxdur. Yəni Fətəlibəyli Düdənginskinin çıxışlarında biz buna rast gəlməmişik. Onunla bağlı, o Sovet dövlətinin düşməni idi, deyirdi Azərbaycanı işğal edib. Amma Rusu qıraq, Slavyanı öldürək. Amma qətiyyən etnik məsələ yox idi. Bəli. Baxın, yəni onunla bağlı da ən qapalı sənədləri oxuduğum üçün sizə söyləyirəm. Eyni zamanda Nüjdə ilə və digərləri ilə bağlı. O ki qaldı, baxın, bir maraqlı məsələni söyləmək istəyirəm. O dövrdə SSR-nin həssas yerlərindən biri Dağıstandır. Bəli. Ondan əvvəl Cənubi Azərbaycana Sovet qoşunları yerləşdirildi 41-ci ilin avqustunda və müqavilə bağlandı ki, müharibə bitəndən sonra geri çəkiləcəklər. Baxın, həmin dövrdə, yəni bunu tarixi faktdır, bundan heç bir yerə getmək olmaz. Əziz Əliyev, böyük dövlət, görkəmli siyasi xadim, Cənubi Azərbaycanda Sovet ordularının siyasi rəhbəri idi. Bu çox ciddi bir məsələ. Böyük bir vəzifədir özü. Orduda paralel olaraq, bunu mən bayaq istədim söyləyəm, amma yenə söyləyirəm. Müharibə xüsusi xidmət orqanları arasında da aparılır. Əlbəttə. İndiyə qədər bir nəfər bunu yazmır ki,
Müharibə başlayandan sonra Azərbaycandan xüsusi yüksək peşəkar kəşfiyyatçılar hazırlanıb. Onlar Almanların, faşistlərin güclü olduğu ölkələrə göndəriblər. Hansı ölkələrə? İrana göndərilib. Hətta məsələn, Pəhləvidə yaşayan keçmiş Sovet vətəndaşları əməkdaşlığa sonra cəlb olunub. Və eyni zamanda Alman kəşfiyyatının, nasist, faşist kəşfiyyatının işlədiyi Türkiyədə də Azərbaycanlılar gediblər. Xəzər dənizində bütün paraxodlara, gəmilərə Azərbaycan xüsusi xidmət orqanı nəzarət edib. Təbii ki, o dövrdə ümumi idi. Mənim burada söyləmək istədiyim nədir? Bir cənubdan, bu hissədən Azərbaycan qoruyub, Dağıstanda da Əziz Əliyev sonradan birinci katib olub, onun xidmətləri çox böyükdür. Və bugün də unutmurlar Dağıstanda. Bugün də Dağıstanda unutmurlar abidəsi. Ən azından heç nə demirəm, köçürülmə məsələsi olanda Çeçenlər kimi yurtlar ki, onlar da köçürülmə, icazə vermədi. Saatlarla danışmaq olar. Düz deyirsən. Burada ən gülünc nədən ibarətdir? Buyurun. Gülünc ondan ibarətdir ki, bugün də məsələn erməni saytlarına biz baxırıqsa, təbii ki, mən istəməzdim heç onları burada müzakirə eləyək. Yazırlar ki, biz SSR-nin cənub sərhəddini qoruduq, Türkiyə tərəfdən hücum olacaqdı. Axı, müharibə başlayanda Türkiyə bildirdi ki, mən qoşulmuram. Mən müharibəyə qoşulmuram və bir tərəfəm. Bir mənalı şəkildə qoşulmadı. Bunu ermənilərin qabartması gülünc olmaqdan başqa sən kimsən ki, öz ayaq altında balaca bir şeysin. Bambalaca bir şeydir. Təxminən 2 milyona yaxında bir əhalisi var idi. Onun da bir hissəsi təxminən, onun da bir hissəsi Azərbaycanlılar idi. Həm də Türkiyə hücum edəcəyi təqdirdə Qara dəniz var idi, Gürcüstan var. Bu gülünc bir şeydir. Baxın, məsələnin başqa bir tərəfi var. Çoxlu arxiv sənədlər var. İnanın ki, bəlkə bir qutu mənim evimdə bu ermənilərin necə nasistlərlə, faşistlərlə əməkdaşlıq eləyiblər. Bəli. Sonradan keçiblər yenə İngilislərin, Amerikanların tərəfinə Rusların əleyhinə fəaliyyət göstəriblər. Ermənilər bugün bayaq siz söylədiniz, gətirib buna heykəl qoyublar. İndi soruşulur, bu kimdir? Bu adam faşistdir. Ermənistanda bu faşistə heykəlin qoyulması hansı anlama gəlir? O anlama gəlir ki, Ermənistan adlanan qurama dövlət faşist dövlətidir. Niyə faşizmdir bu? Yəni, Almaniyada faşistlərin hakimiyyətə gələndən sonra yürütdükləri siyasəti bunlar da yürüdür. Müsəlman, olar bir düzəliş edeyim. Çox üzr istəyirəm. Yəni, sizə düzəliş eləmək istəyirəm, amma hər halda. Mənə elə gəlir ki, dünyada ən pis, bəd cinayətlərin baniləri ermənilər olduğu üçün, hətta faşizmi və natsizmi ermənilərin Daşnaqçın və Hınçakından öyrəniblər. Bəli, baxın. Çünki onlardan qəddar heç kimin nizamnaməsi olmayıbdır. Hətta nasistlər ondan humanist idilər. Tarixi faktı çox dəqiq söylədi. Çünki həm bizim regiona, ümumiyyətlə Qafqaza terroru ermənilər gətiriblər. Erməni terror təşkilatları gətirib. Anadoliyada burada. Bunu mən xüsusi vurğulamaq istəyirəm ki, baxın, ermənilərin törətdikləri heç bir faşistlərin törətdiyindən fərqlənmir. Məsələn, faşistlər Yahudiləri yığırdılar, qaz kameralarına, birdən-birə bunları məhv eləyirdilər. Osvensimdə və başqa yerlərin hamısında. Misal çəkirəm sizə. Bu, Ermənistanda Spitak, yəni onların yazdığı kimi deyirəm. Zəlzələsi oldu. Hamamlıda. Fransız xilas ediciləri gəldilər, getdilər, axtaranda nə gördülər? Qaz borularına Azərbaycan uşaqlarına diri-diri doldurub öldürmüşdülər. İndi soruşulur, o Hitler Almaniyası idi, faşist Almaniyası idi, belə eləyirdi. Bunlar isə ermənilər Azərbaycanlı uşaqlara qarşı elədilər. Bunların bundan... Elə həmən Nıjdi 1919-cu ildə Zəngəzurla Dərələyəzin keçidində 2500 Azərbaycanlını öldürüb 20-dən artıq kəndi məhv eləmişdi. Elə həmən Nıjdi və onun yəni dostları, Dırolar, Andraniklər və s. Haqqıqlı kəndində
bir kəndin 75 kişisini, yəni olan qalan 75 kişisi var idi, yəni balaca bir kənd imiş. Məscidə yığıb diri-diri yandırıblar. Və bu siyahını uzada bilərik. İrəvanda, Üçməyəcin, yəni üç kilsədə baş verən hadisələr, Zəngibasarda söhbət 18-20-ci ildə, hardakı Nıjdə fəal idi və Zəngəzurda nələr törədibdirsə, mən elə gəlir Hitler o qədər eləməyib. Baxın, mən burada çox mühüm bir məsələni istəyirəm ki, belə bir müzakirə eləyək, fikirlərimizi bildirək. Bizim alacağımız dərs nədən ibarətdir? Faşizmə, neofaşizmə, neonasizmə yol verilməməlidir. Bunu bizim tariximizdə ilk dəfə möhtərəm cənab prezidentimiz, Müzəffər Ali Başkomandanımız İlham Əliyev 2020-ci ildə Vətən müharibəsində, sonra da 2023-də lokal xarakterli antiterror tədbirlərində məhv elədi. Dünyaya göstərdi ki, faşizmə, neofaşizmə, nasizmə, neonasizmə münasibətdə ikili yanaşma ola bilməz. Bir yanaşma olmalıdır. Bunu nümunəni verdi. Amma məsələnin başqa bir tərəfi var. Axı, tam səmimi söhbət eləyirik burada. Özdə, bilirsiniz, 80 il bundan əvvəl olub. Azərbaycan dövləti qayğı göstərir. Məsələn, bizim ailəmizdə atamgil 3 qardaş olub, əmim, böyük əmim gedib müharibəyə qayıtmayıb, həlak olub. Atam yaralanıb gəlib, kiçik əmim də xəstələnib gəlib, vəfat eləyib. Siz təsəvvür eləyin, bir o ailə üçün. Söhbət nədən gedir? Bu tarixi biz bilməliyik, öyrənməliyik. Amma kimlərinsə bu tarixdən istifadə eləyib. Yenidən böyük bir vətən qurmaq iddiaları yersizdir. Kimsə axşam yatsın, səhər qalxsın desin ki, mən SSR-ni bərpa eləyəcəyəm, o zaman biz birlikdə olmuşuq. O zaman birlikdə olmuşuq. İndi bu ölkələr hamısı müstəqildilər. Hər biri öz ölkəsində qeyd eləyir. Məsələn, bugün cənab prezidentimiz İlham Əliyev və Mehriban xanım Əliyeva həmişəki kimi getdilər Həzi Aslanovun məzarına, abidəsinə əşlili qoydular. Hər il cənab prezidentimiz, hər il cənab prezidentimiz sərəncam imzalayır müharibə iştirakçılarına, onların ailələrinə azalsa da onlara dövlət qayğı göstərir. Yüksək səviyyə. Yəni, mənim söyləmək istədiyim odur ki, bundan istifadə eləyib, bəziləri biz baxırıq da, saytlara oxuyuruq ki, biz o vaxt bir olmuşuq da, təzədən gəlin bir olaq. Niyə? Yox, nə üçün biz bir olmalıyıq? Bir artıq müstəqil dövlətik, Azərbaycandan gedənlərin ehtiramla, ölənlərin ehtiramla xatirəsi yad edilir, dövlət qayğı göstərir və bundan siyasi alver vasitəsi kimi istifadə etmək doğru deyildir. Məsələn, mənim düşüncəm bundan ibarətdir. Bu bir tarixdir, bu tarixdən ibrət dərsi almalıyıq. Onu düşünən şəxslər nə etməlidirlər? Neofaşizmə qarşı çıxmalıdırlar. Məsələn, erməni faşizminə qarşı çıxmalıdırlar. Söyləməlidirlər ki, sən Ermənistan rəhbərliyi, özünü demokrat deyirsən, onda niyə görə Nijdeyə abidə qoyursan? Axı Nijde faşistlərlə əməkdaşlıq edir. Bədii film çəkir, abidə qoyur. Orada medallar verirsən, sən buna prospekt adına veribsən. Pul buraxdı, xatirə sikkəsi. Var. Bəli. Nə üçün bunu sən eləyirsən? Onu sən deməlisən. Yoxsa sən bir tərəfdən faşizm üzərində qələbənin 80 illiyini qeyd eləyirsən, o bir tərəfdən deyirsən ki, Nijdeyə abidə qoyulmaq bu Ermənistanın daxili işidir. Yox, belə olmaz. Yəni, dünyanın artıq gözü açılır. Ona görə deyirəm ki, Aydın müəllim də mənim sözümü təsdiqləyər, Paşinyanın babası da Nijdenin dəstəsində olubdu və indi Paşinyan gedib 9 may paradında durur. Yəni, adamın, bilirəm, onlarda bu anlayışlar yoxdur, bir vicdanı və s. Amma belə gecə yuxusuna nəsə girib eləmir babası ki, sən niyə gedirsən, ay oğul, biz onlara qarşı vuruşmuşuq. Onu qəbul edənlər necə qəbul edir? Onları qəbul edənlər üçün o maşadır. Heç bir fiqur deyil, bir şey deyil, əhəmiyyət daşımır, maşadır, istifadə edəcəklər. Bu aydındır, yəni onu qəbul edənlər üçün bu budur. Amma bu üzü heç olmasa bir getməyəydi da, yəni
babası yuxusuna gəlməyib. Axı babası da Nıjdenin dəstəsində olub. Qəhrəmancasına Sovet xalqına, SSR-yə, Azərbaycanlılara, Yəhudilərə qarşı vuruşub. Onların qanını Artıq onun töküb. hərəkətini qəhrəman adlandırmaq olmaz. Mən obrazlı dedim. Vəhşicəsinə. Vəhşi qəhrəmanlar. Ermənilərin hamısı qəhrəmanlar elədi də. Terrorçular da bütün qəhrəmanlar Bəs terrorçular. Andranikin qulağını niyə kəsmişlər? Məhz o qəhrəmanlıqlarına görə, dırnaqarası insanlığa qarşı cinayətə görə. Onların qəhrəmanlığı başqa nə ola bilər ki? Dinsiz. Bağramyana qədər ki və Bağramyandan sonraki bütün mümkün qəhrəmanlarını gətirin qoyaq, görək hansı düz əməlli qəhrəmandır. Hələ o tarixdə uydurduqları qəhrəmanların da hamısının həqiqətən, hətta uydursalar belə o qəbahətləri var. Mən sizlə razıyam və Baqramyanla danışdınız. Ermənilər vaxtaşırı belə bir polemika mövzusuna istifadə edirlər ki, Sovet dövründə neçə nəfər erməni marşal, general və s. və s. və onlara məntiqli bir sual verilir. İndi niyə Rus ordusunun tərkibində erməni general yoxdur? Niyə onların artıq erməni xalqından olan hardasa bir erməni hərbi xadiminə rast gəlmir? Bu süni surətdə yetişdirilmiş və Sovet vətəndaşının şuuruna təbliğ edilən ki, güya Sovet İttifaqı ibarət edir bir ruslardan, bir də ermənilərdən. Ancaq nə edirlərsə bunlar edirdilər. Mən bayaq bir fikir dedim, icazə versəz onu mən davam edirəm. Buyurun Aydın müəllim, əlbəttə. 45-ci ildə Alman faşizminə qalib gəlindi. Amma faşizmə tam qalib gəlib. Və vaxtaşırı faşizm bu və digər dövrdə, ayrı-ayrı ölkələrdə baş qaldırmağa başladı. Məsələn, indi Hindistanda baş qaldırıb. Bəli. İndiki baş nazirin simasında. Ən bariz nümunəsi isə SSR-nin dağılmaları 88-dən başlayaraq erməni faşizminin baş qaldırması. Və bunlar görürdülər ki, faşizmin qarşısını alan Ulu Öndər Heydər Əliyevdir və həmin faşizmə rəğbət bəsləyən Qarbaçovun vasitəsilə Heydər böyük siyasətini yaxlaşdırdılar. 88-ci il hadisələr başladılar. Həmin faşizm öz xalqına qarşı Sumqayıtda hadisələr törətdi. Həmin o deməli ermənilərə hücum edənlər Qriqoryan idi. Və nədənsə onun əlində siyahı var idi. Çexoslovakiyada necə eləmişdi almanlar? 90-cı il 20 yanvar faciəsinin ondan sonra ayrı-ayrı bölgələrdə Xocalı faciəsi və digər bütün bunlar hamısı göstərir ki, faşizmə diqqət edilməyəndə, faşizmin ayrı-ayrı yerlərdə qalıqlarına diqqət edilməsi bu böyük bir problem yaradacaq. Torpaqlarımızı 30 il işğalda saxladılar. 1 milyon yerli sakini Dədəba torpağından çıxartdılar və Ermənistan rəhbərinin Şuşada, qədim Azərbaycan şəhərində çıxış edib deməsi ki, Qarabağ Ermənistandır, nöqtə. Onu göstərir ki, bunların faşizminin bir sərhəddi yoxdur. Bitməyəcək. Vətən müharibəsinə qalib gəldi, bir gündən terror əməliyyatına qalib gəldi. Hələ də sakitləşməyi bilmirlər. Nəinki sakitləşmirlər, ən dəhşətlisi və mənə elə gəlir ki, onu Moskvaya buraxıb paradda fəxri yerə qoyanlar da bunu bilir ya da bilmək istəmirlərsə biz xatırladaq. Bu günün özündə də həmən Nıjdenin heykəlinin qabağına yığışıb Mişt hay, yəni həmişə erməni şüarını irəli sürüb əllərini qaldıranlar var. Bu bilirik nəyin davamıdır və o işarəni də vururlar. Düzdür, biraz dəyişib erməniləşdirilir ki, əslində o ermənilərə aidiyyatı yoxdur, amma hər halda necə ki Hitlerin svastikasının almanlara və faşizmə aidiyyatı yox idi, özü də yazırdı Mein Kampfda ki, mən kimdən götürmüşəm bunu. Ermənilər də bizim məxsus, qədim bir abidələrimizdə olan işarəni götürüb, indi onu insanlığa, bəşəriyyətə qarşı cinayətlərin simvoluna çeviriblər. Və heç də yəni hamı bilir ki, onların Sarkisyanın partiyasının əsas logosu Nıjdenin logosuydu. Nıjdenin də logosu birbaşa Alman faşizmindən bəhrələnmiş logoydu. Yəni bunlar uzaqda gedir. Sinkrondur da bu bütün millətləri ermənidən başqa heç kim yoxdur. Və tarix sübut edir ki, faşizmin böyüyü balacası olmur. Bəli. Və əgər vaxtında 33-cü ildə Hitler hakimiyyətə gələndə Avropa, Amerika Birləşmiş Ştatları birləşib bunu hərbi yolla yox, siyasi və iqtisadi yolla qarşısını alsaydılar, bəşəriyyət 60 milyon nəfərini itirməzdi. 100 illərlə geriyə itələnməzdi. Sözsüz. Və ya Alman faşizmi, ya erməni faşizmi, fərqi yoxdur, eyni şeydir. Və dünya bugün erməni faşizminə alovlanmasının qarşısını almalıdır. Azərbaycana təşəkkür eləməlidir ki, vaxtında, zamanında bu faşizmin böyük bir zərbi verdi, darbadağın verdi. Və bugün Ermənistanın silahlandırılanlar, ona dəstək verirlər. Vaxtilə faşizmlə əzab çəkən Fransanın özü. Unudubmu? Və
Azərbaycana qarşı siyasi hücumlar təşkil edenlər bilməlidirlər ki, 30-cu illərdə faşizmə dəstək olanlar bugün artıq erməni faşizminə dəstək olurlar. Çox qəribədir. Yenə deyirəm, Fransa ən çox əzab çəkmişdi müharibədən. Mən elə gəl 40 günə girmişdilər Parisə. 44 günə. 44 günə. Və Fransa xalqının nələr çəkdiyini biz filmlərdən, əsərlərdən görürdük. Amma bugün Makron və ondan heç əvvəlkilər də seçilmirdilər. Erməni faşizminin əsas maliyyəçisidir. Bir fikir deyim. De Gaulle'un yanında Azərbaycanda Əhmədiyyət Cəbrayılov var idi. Hitlerin yanında Necdet var idi. Niyə De Gaulle'un yanında bir erməni partizan yoxdur? Ümumiyyətlə biz eşitmişikmi Avropada partizan hərəkatında ermənilər Erməni və partizan bu necə ola bilər? Partizanlıq xüsusi kişilik tələb edir, partizanlıq xüsusi mərdlik tələb edir, xüsusi şücaət, insanlıq. Bax, bu ermənilərə xas olmayan xüsusiyyətlərdir. Terrorçu olar, arxadan zərbə vuran olar, xəyanətkar olar, satqın olar. Hər bir xalqın özünə məxsus statusu var, missiyası var. Ermənilərin öz missiyasını yerinə yetirir. Söz istəyirəm bir cümlə. Bugün Fransa rəhbərliyində olan hamı və o xalq da bilməlidir ki, o ərazinin işğaldan azad edilməsində Azərbaycanlılar qan töküb. Bəli, bəli, Və onlar Azərbaycanlılara borcludular. bəli. Bu çox böyük həqiqətdir. Mən Şəfa müəllimə sonuncu sualı vermək istəyirəm. Vaxtımız çox təəssüf ki, əslində çox maraqlı mövzulara toxuna bilərdik. Hələ mən Musa müəllimə də aydın mənim o qədər sualım vardı. Amma yəqin yenə görüşəcək və bu mövzuların davamı olacaq. Çünki elə Azərbaycan xalqının həm də əks kəşfiyyat məsələləri ayrıca bir işlənməli mövzudur və mənə elə gəlir ki, ümumi liderin həmin dövrdəki fəaliyyəti də çox az araşdırılan bir sahələrdəndir. Gələcəkdə araşdırılacaq və bu da bir böyük bir məsələdir. Çünki ümumi lider hakimiyyətdə olduğu İstər ilk illərdə, istər sonraki 93-cü ildə hakimiyyətə yenidən qayıdandan sonra 41-45-ci il hadisələrini, onun qurbanlarına, onların xatirəsinin yaşadılmasına hər zaman ehtiramla yanaşmışdı və bunu xüsusi bir diqqət kimi yanaşmışdı və bugün də o siyasət layiqincə davam etdirilir. Söylənildi, o ailələrin heç biri unudulmur, o mövzular unudulmur, biz heç vaxt onu özümüzə yad, hətta bəzi ölkələr var idi, onu bayram gününü ləğv eləmişdilər və s. Azərbaycan xalqı buna heç vaxt, çünki bizim 300 min insanımız, şəhidimiz var. Bizim 600 min iştirakçımızın neçəsi əlil olub, neçəsi yaralı gəlib və s. Bunlar hamısı göz önündədir. Bugün istər tarix muzeyində, istər ümumiyyətlə hardasa bizim bu qəhrəmanlığımızı əks etdirən məsələlərin yenidən yeni nəslə çatdırılması üçün, amma müasir dildə, fərqli tərzdə nələrsə eləyirikmi? Yəni bunun yeni nəsil bilsin deyə ki, onun babaları faşizmə qarşı mübarizə aparıblar. Və bundan qürur duymaq lazımdır. Hələ 1941-ci ilin müharibəsi başlayan zaman antifaşist təbliğatında o vaxtlar Tarix Muzeyinin xüsusi xidmətləri olub ki, belə ki, Tarix Muzeyinin əməkdaşları Azərbaycan xalqının qədim qəhrəmanlıq tarixinə aid müxtəlif sərgilərin təşkili ilə məşğul olmuşlar. Bəli. Və sözsüz ki, müharibə başa çatdıqdan sonra daim Tarix Muzeyində xüsusi olaraq veteranlarla görüşlər təşkil edilibdir, dəyərli masalar, onların xatirə əşyaları, sənədlər toplanmışdır. Və bu iş müstəqillikdən sonra daha geniş bir xarakter almağa başlamışdır. Mən əlavə etmək istərdim ki, 2020-ci ildə pandemiya olduğuna baxmayaraq Tarix Muzeyində və onun müxtəlif fondlarında 2-ci Dünya müharibəsindəki iştirak edən Azərbaycanlılara aid eksponatların virtual nümayişi sərgiləndi və hər il qələbənin ildönümü ərəfəsində Tarix Muzeyində təşkil olunmuş konfranslarda, müxtəlif dəyərli masalarda muzeyin tərkibində qorunan bu eksponatların belə deyək ki, təbliği ilə məşğul olan müxtəlif şöbələr var ki, onlar bu işləri görmüşlər. Əlavə etmək istərdim ki, qələbənin 70 illiyi münasibətilə Tarix Muzeyində çox böyük bir sərgi təşkil edilibdir və bu sərginin kataloqu da xüsusi olaraq nəşr edilibdir. Bundan başqa Tarix Muzeyinin əməkdaşları muzeyin müxtəlif fondlarındakı Azərbaycan Milli Atıcı diviziyaları və alaylarının məxsus döyüş bayraqlarını, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin, Həzi Aslanovun, Əhmədiyyət Cəbrayılovun və digərlərinin şəxsi sənədləri daim sərgilərdə və daimi ekspozisiyalarda nümayiş etdirilmişdir. Amma bu sahəni yaxşı bildiyim üçün məcburam deyəm ki, bu forma və üslublar bir qədər köhnəlibdir, biraz müasirləşməyə ehtiyac var. Mən bu sözümü çox səmimi qəbul edeyim, çünki mən də istəyirəm Azərbaycan tarixi təbliğ olunsun, xüsusən də bu dövr, ümumiyyətlə hər bir dövr və artıq sosial media üzərindən işlər görüb
gəncləri, uşaqları maraqlandırmaq üçün onun o formatda təqdimatına, yəni artıq kataloqlar və yaxud da sərgilərə gətirə biləcəyi marağı yarada bilən çarxlar hazırlamaqla daha çox iş görmək olar. Bir element, bir bayraq, bir döyüş bayrağı və yaxud da bir vəsiqə, bir bilmirəm hansısa şəxsi əşya o qədər böyük həvəs yarada bilər. Mən bunu misal kimi göstərə bilərəm ki, Azərbaycanda repressiya qurbanları üçün bir muzey açıldı. Onun haqqında çox adamın xəbəri yox idi. Amma sosial mediada getdilər, göstərdilər, təbliğ elədilər. Elə bizim özümüz Baku TV-də biz onu göstərəndən sonra nə qədər böyük maraq yarandı və repressiya qurbanlarının o əşyalarına qədər, yəni gördüklərini düz o bir çox ekspozisiyalar sonradan yaradılıb, amma hər halda bir onunla tanışlıq üçün, yaxınlıq üçün getdilər. Mənə gəlir Tarix Muzeyində bax bunu eləmək lazımdır və açıq qapılar həm də virtual açıq qapılar olmalıdır. Mən bunu arzulayıram. Hər il may ayının 18-də Muzeylər Günü münasibətilə bu açıq qapı təşkil edilir və bizim muzeyə gələnlər daimi ekspedisiyada bu materiallar görülür. Əminəm ki, bu məsələdə dəyişikliklərinizi eləyəcəksiniz. Biraz saytınız yaxşı işləmir, onu da etiraf edeyim. Mən də çox şeylər axtardım, biraz tapa bilmədim. İstəyirəm, arzulayıram bunu çatdıraq. Çünki bu bizim haqqımızdır. Azərbaycan qəhrəmanları 75 il qabaq getdilər Berlində bayrağı sancdılar. 75 il sonra onların nəvələri, nəticələri, bəlkə də kötücələri Qarabağda Azərbaycanın ərazilərini azad edərək bayrağı sancdılar. Bizim qələbə tariximiz var. Bizim böyük zəfər tariximiz var. Və burada hər bir kəsin, şəhid olanın, qəhrəmanın xatirəsini hər zaman ehtiramla yad edirik və yad eləyəcəyik. Görüşərik.